Xocalı şəhərinə isə növbəti qayıdış kərvanı Bakıdan bugün səhər saatlarında yola düşüb. Xocalılar 30 ildən sonra öz doğma yurtlarına qayıdırlar. Xocalıya qayıdanları yola salan media nümayəndələri içərisində Real TV-nin də əməkdaşları olub. Böyük qayıdışın Xocalı səhifəsi. Xocalıların yurt həsrəti artıq başa çatır. Onlar didərgin düşdükləri öz doğma torpaqlarına geri qayıdırlar. Hər birinin simasından qürur, sevinç hissi oxunur. İllər öncə kədər gözyaşları ilə çıxdıqları torpağa indi sevinç gözyaşları ilə qayıdırlar. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam edir. Bugün Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Xocalıya yola salınır. Bu mərhələdə 33 ailə 137 nəfər qayıdıb. Xocalıya qayıdan sakinlər öz təəssüratlarını bizimlə də bölüşdü. Nə deyim valla, mən 33 il bundan qabaq oradan çıxmışam. Yoldaşım indi qayıdır öz torpaqlarımıza, uşaqlarla. Allah prezidentimizin canını sağ eləsin, möhtərəm prezidentimizin sayəsində biz qayıdırıq ora. Allah təala şəhidlərə rəhmət eləsin, qazilərimizi şəfa versin. Çox sağ olsun prezidentimiz. Bir iki gündə əsas odur, öz torpaqlarımıza qayıdırıq. Bugün biz öz doğma vətənimizə, doğulduğumuz Xocalıya qayıdış edirik. Və orada xoş güzəran günlərimizə əvvəl necə yaşamışıq, gözəl günlər yaşamışıq, yenidən o günlərə qayıdırıq. Bugünkü gündə şükür öz torpağımıza rahat, sağlam qayıdırıq gedib yaşamağa, əbədi yaşamağa. Biraz həyəcanlıyıq. Bugünü çox arzulamışıq. Allah prezidentimizə can sağlığı versin. Şükür ki gedirik. Gedib öz doğma torpağımıza çıxırıq. Şükür. Prezidentimizə yenə də Allah can sağlığı versin. Bütün şəhidlərə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən Rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. Beləliklə, bugünkü köçdə nəzərə alınmaqla Xocalı şəhərinə köçürülən ailələrin ümumi sayı 85-ə, yəni 341 nəfərə çatıb. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 minə yaxın insan yaşayır. Artıq 33 ailə Xocalı şəhərinə çatıb, onlara yaşayacaqları evlərin açarları təqdim edilib. Qeyd edək ki, hazırda işğaldan azad edilən ərazilərdə ümumilikdə 40 mindən çox insan yaşayır.